Atam gelir! Ata! Bırak beni, axı ben geçkirəm! Abala bir dayan görüm, ne gayrına bak, başıma dönüp böyle Axı olmadı. ben Hüseyin dayıyla ayazamı gösterəm, Ay bırak! seni, adı başacık hara gedirsən? Al bu bağı koy başıma. Ne? Ay seni, belə də uşaq olar. Hey! Ay İsmail gel de! Sen dayı! İsmail, bala, hardasan? Az kalmıştı sensiz gedək. Hiç nenem koyur ki, seherden çimdirir, geyindirir, ele bilir ki böyle geçsem atam beni tanımayacak. Düşür gedək. Ye! Ye! Ay İsmail'e bak, ay İsmail'e, sola! İsmail, hara gelirsen? Atamı karşıla bana, ben sana dedim ki gelecek! Ye! Evə çatmağa həm tələsirəm, həm də sevinirəm. Bircə İsmaili bağrıma bassaydım. Ata! Ata! İsmail! Ata! Ata! Hoş gördük benim ağıllı balam. Diyorum, mənsiz darıxmırdın ki? Sen yine gideceksen? Yox, mənim qəşəng balam, yox. Mən daha səni qoyub heç yana getmərəm. Laf ürəyimdən xəbər verdin ay oğul. Salam, Hüseyin dayı. Sən gərək çoxdan öz doğma kəndinə qayıdaydın. Hoş gördük. Hoş günün olsun ay oğul, hoş gel. Oh, salam aya. Arif kardeş, hoş gelmişsin. Bir de görüm koyun kuzuların necədir? Sağ ol Arif kardeş, çok yaxşıdırlar. Ata! Ha? Min gedək! Nenem seni gözləyir. Sənin üçün pilov pişir bey. Bu saat oğlum. Əvvəlcə maşının yanına gedək. Maşına! Ha? Maşına! Maşına! İsmail! Salam İsmail! Utanma. Utanma İsmail. Bu da mənim dəcəl oğlum. Necədir, xoşuna gəlirmi? Yaxşı oğlandır. Gel tanış olaq. Salam. Salam. Tanış olun. Salam. Bu bizim kendi yeni həkimi Dilara xanımdır. Dilara xanım, hoş gəlmisən. Sağ Bəs ol. niyə belə xəbərsiz? Heç olmasa telegram vuraydın, ev tədarikində olaydıq. Sağ ol, səndən çox razıyıq Hüseyin dayı. Qayğıkeş kolxoz sədri olduğunu da bilirik. Ancaq Dilara xanım... Dayan. Deməli, Dilara xanım... Bəli, elədir ki var. Hə, lap yaxşı iş görmüsən. Bizi təbrik edirəm, ürəkdən təbrik edirəm. Sağ olun. Deməli, sən bizə həkim İsmaila ana gətirmisən. İsmail, hara gedir? İsmail! İsmail, dayan bir yerde gidin. İsmail! Gör nə dəcəlləşib. Lap özünü oxşayıb da, uşaqlıq da ondan da dəcəlidir. Xudahafiz. Xoş gəldin. Hə, gedək. Gərək bağışlayasan Dilara xanım da, el adəti ilə səni evinə apara bilməyəcəyik. Bax, bu gördüyün sıldırım qaya, bizim yol məsələmizi yamanca çətinləşdirib. Fikir eləmə Hüseyin dayı. Yayın axırına kimi bu qayalığın izi tozu da qalmayacaq. Avazın yaxşı gəlir ay oğul, amma oxuduğun Quran olsa. Lap ciddi sözümdür Hüseyin dayı. Bizim bu dağları gelip gezen alimler yadındadır mı? Əlbəttə yadımdadır, onlara az kömək eləməmişik.
Bax, həmin alimlər bizim bu dağlarda zəngin yataqlar tapıblar. Hükümətin qərarı ilə burada böyük işlər görünməlidir. Bunlara sözüm yoxdur, yaxşı fikirdir. Ancaq məsələ burasındadır ki, o maşınlar bizim bu dağlara necə çıxacaq? Elə ona görə də biz əvvəlcə yol çəkəcəyik. Layihədə yol düz bizim kəndin içindən keçir. Lap kəndin ortasından keçəcək. Bəli, maşını lap idarənin qabağına süre biləcəksən. Yox, aşi. Arif kardeş, diyesen bu yolu elə sen özün Ha, çekeceksin. deyəsən elədir. Ana, bir bak. Bu da mənim doğma kəndim. Xoşuna gəlirmi? Güzel kentti. Bilirdim ki xoşuna gələcək. Bax, o görünən ev bizimdir. Evden ziren yol görün. Gelirler. Gelirler. Gözün aydın olsun ay Gemer. Çok sağ ol ay Fatma Nisa, ömrün uzun olsun. Behem diğer inşallah. Yalvardı bir arvat da var. Ne var sana Zeynep, arvat nedir? Atamın yoğrak kıçı düz değil. Oy, bu Ha? neden şuraz? Az ne der yanında var? İki bir dayan gören ye senden. Bir bak. Deneyelim ben de bakım. Bir yaxşı bak, hele yanlarda bir bacı kız uşağı da var. Ne var yanında? Bu kim ola balam? Ne bileyim. Az. Buyur, az sen ne? Ne dəhşət gəlindir. Hiçbir şey başa düşe bilmirəm. Az belki kürekenin evlenip. Dilin ağzın kurusun ay Fatma Nisa, ne danışırsan? Gəlib çatdı. Gedək qızım. Balam, bəs İsmail hani? Görərsən Dilara, burada sənin üçün xoş keçəcək. Arif, seninle harda olsam bana hoşdur. Dilara, əgər sən bilsəydin... Yatır. Necə də sən oxşayır. Dilara... Mənim ən böyük arzum budur ki... İsmail səni sevsin. Səni ana deyib səsləsin. Sən də ona mehriban bir ana olasan. Arif, hiç başka cürü olabilir mi? Bilirsən mi Arif? Senin oğlun İşleyir. Mənim qəşəng qızım, ha? Gəl sən öpün. Şeytan, ha? Mənim qəşəng qızım, ha? Gözümün ışığı, evimin yaraşığı, sana ne olur? Niye bükevsen? Gel buraya görüm, gel buraya qadan alım, gel buraya görüm. Kızınmadık istisine, kör olduk tüstüsüne. Özü de bir uşağlısını yanına salıp götürüp gelip. be sağlığın hardaydı. Niye razı olurdun? Heç o mənlə məsləhətləşdi ki, İsmail'in evi yaxşıca tikildi.
Bundan sonra o daha ağ gün görmeyecek. Ay Fatmanı sənə nə? Elə niyə deyirsən? Bəlkə o uşaq elə ağ günü bundan sonra görəcək. Ay gördü ha, ay gördü ha. Yazıq uşaq, gündən günə əriyib çöpə dönəcek. Heyva kimi saralıb, gül kimi solacaq. Ah ey ana! Ah, Yorun çatlasın, ay bal! Yorun İsmail! 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 İsmail'i görməmsən? Belə getdi. Arif, Ha? ürəyini sındırmısan, indi də axtarırsan. Kimin ürəyi? İndi ki evlənirdin, bari subayını alaydın ki uşağın qədrini bilək. Uşağlısını almışam ki evimizdə şənlik olsun. Bura bax, hər şeyi zarafata salma. Oğluma yazığın gəlsin, axı o uşaq... Bura bax, bura bax. Sənin xətrini dünyalar qədər istəyirəm. Bilirəm ki İsmail Əzizin iki gözündür. Ancaq ona ana lazımdır. Dilara pis qadın deyil, İsmail'e yaxşı ana olacaq. Ana olacaq. Yaxşı, görərik. Buradasan. Səhərdən çağırıram, cavab vermirsən. Niyə belə bir keyfsən? Bəlkə evimizə qayıtmağıma narazısan, ha? Axı sən mənim əziz təkcə balamsan. Bəs o, O kimdir? Cəmilə. O da bizim için əzizdir, sənin bacındır. Sən onu da, ananı da sevməlisən. Anan çox mehriban, xoş xahiyyət adamdır. Bax gör, sənin için nə qəşəng saat gətirib. O gətirib. Əlbəttə o gətirib. Böyüyərsən, taxarsan qoluna. Ay mənim dəcəl balam. Ata, bilirsən nə var? Ha? Mən də özünlə tikinti yapar. Mən sənə orada kömək edərəm. Demək ki balacığım. Bax, gör nə güclüyəm. Ha, sən lap pəhlivan sanmış ki, ha? Ha! Bilirsən, uşaqlar məndən necə qorxurlar? Yox, aşı. Qızlar məni uzaqdan görən kimi qışqırırlar. Hə? Ha? De görüm aparırsan ya yox. Aparıram. Ura! Uşaqlar! 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 Dadaş, Ələkbər, bura gəlin! Xeyr, Osman! Atam məni özüylə yol çəkməyə aparır! Doğrudan? Biz orada çadırlarda yaşayacağıq, qayaları, dağları patladacağıq. Lənətə gəlmiş qayalığım, gününü göyə saracaq! Ne havalanırsan? Buna bak, qaya partladana bak, yol çəkənə bak! Nə var, baxılığın dur! Yol çəkməkdənsə, dəstəndən aldığın işlərin dərdini çək! Bəs sən niyə xoruzlarsan, hə? Sən də ikidir bir sınıfda qalırsan da? Hər sinifdə iki qalmasa, bağrı çək! Sana var, elə vuraram ki! Vururam! Nərim var, vur! Vuraram da! Al! Əsmədə! Ha! Dön! Bu nədir qolunda? Saatdır, doğrucu saatdır. Sen görün! İşləyir, lap doğrucu saatdir! Bunu sənə atan bağışlayır! Əsi yaxı! Ögey anası bağışlayır! Ögey ana! Heyva kimi saralarsan, əriyib çöpə dönərsən! İsmail, tut görüm! Sana ne olub İsmail? Mənə niyə belə baxırsan? Məndən utanma İsmail, atan sənin haqqında mənə çox şey danışıb. Sən mənim əziz oğlumsan. De görüm dərslərini necə oxuyursan? Gündəliyini getir görüm qiymətlərin necədir? Gündəliyimi? Hə? Mənim yetim balam. Bundan sonra səni kim əzizləyəcək? Sənin nazını kim çəkəcək? Bəs atam? Ay bala. Atan hələ onların nazı ilə oynayır. Atam deyir ki, o çox mehriban, xoş xəsiyyət adamdır. Mehriban, xoş xəsiyyət.
heyran olmayım, ben seni dileyince. İsmail, yerini indiye kimi niye yığıştırmayıbsan? Nenem yığışdırardı. Nenenin işi çoktur. O meşguldur, ona bak. Gör Cemile öz yatağını ne yaxşı yığışdırıb. Sen de özün. Mənə bax, he! Öz uşağım var, öz nəsiyyəti də ona ver. Uşağın üzünü dallama. Heç kəs onun qəlbinə dəyə bilməz. Ev yığışdırmaq kişi işi deyil. Mən uşaq böyütməmişəm ki, ev yığışdırsın. Qəmər xala, acığın tutmasın. İsmail yekə oğlandır. İndi öz yerini özü yığışdırmalıdır. Nə qədər mən sağam, sən onu görməyəcəksən. Gəl bala, gəl. Gəl, gəl ömrüm günüm, gəl qadın. Gəl. Budağı sirkelin ben de yiyeyim. Özün çık yık. Ben ağaca çıkmağa bacarmıram. Bəs ne bacarsın? Ben? Bu saat seni deyim ne bacarsın? Atamı yaltaklanmağı. Sen yaltağın bir yaltaksın. Ay sağ ol, bak hele. Sen onu bana acık da verirsen. Bu saat başına oyun getir gözün de bakasın. Dayan! Dayan! Ona dokunma, eşidirsen mi? Ayıp olsun sana. Adam da öz bacısını vurar mı? Bacı? Benim bacım yoktur. Ağlama, ağlama. O dəstənin toplanışında mənim də saçımı ağaca bağlamışdı. O gün mənim də üstümə çoxlu ağrı atdı. Bilirsən nə yaman sancırdılar? Ağlama, ağlama. Dayan dayan. Atan bilər onda görərsən. Sənin adın nədir? Cəmilə. Cəmilə, qəşəng yatır. Mənim də adım Solmaz. Mənimki də Fəridə, mənimki də Ayna. Bax, atam məni özü ilə tikintiyə aparacaq. Amma onu yox. Bax gör özümə necə bel tapmışam. Gelin özünə uzundu ki. Ne olsun? Ben de böyüyeceğim de. Atam deyir ki, adam işte böyüyer. Böyle şeyler kızlar başa düşmez. İki dersten pis kıymet aldığını atan bilir mi? Atama ne için diyeyim? Axı ne için de atandan gizledesen? Atam bilse məni özüyle yol çəkməyə aparmaz. Ağıllı oğlum, her halde atana demelisin. Elədir mi? Dilara! Bizim şeylerimizi hazırla. Hazırlaş oğlum, sabah gelirik. Her şey öz qaydasındadır Dilara. Maşınlar da getirilmiştir. Aferin Hüseyin dayıya, kocalığına bakmayarak, koçay kişidir. Yorulma ne olduğunu bilmir. Adamları topladı, lazımı kadar erzak ayırdı. Ha, bugün seher. İsmail, atandan gizletme, de. Demeyeceğim. İsmail, Bilirsin, ne var, ne olur? Ha, yeni ne oyun çıkarmışsın? Hiçbir şey. İsmail'in necə oxuduğundan heç xəbərin varmı? Necə məyər? Ne diyesin belə oğula? Atasını yamanca sevindirir. Ben elə bilirdim ki, benim oğlum artık böyüyüb, bundan sonra mənə kömək olacaq. Sen deme o, tembelin biriymiş. Üstelik korkakmış da. Kıymetlerini atasından gizledir. Yok azizim, ben senin kimi korkağı tembeli özümle hiç yere apara bilmərəm. Bu ne harekettir? Taksirkar özünü iki alan sen, hele bir... Yaxşı, uşağın ürəyin üzmə. Qiyamət qopmayıb ki. İki alanda ne olar? Odur ey kənd sovetinin oğlu Səməd 2 ildir ki bir sinifdə qalır. Heç gözünü də biləmirlər. Günü gündən də yenilənir. Yaxşısı budur, sen karışma. Ben senin hatırına değmek istemiyorum. Ancak uşağı sen körlamsan, onu erkeğin korkak tembel böyütmüsən. Sən mənim üstümə heç çığırma. Sən öz oğlumun qaydına qal. Onu yad qızının ayağına vermə. Sən də, ay Dilara xanım,
Ürəyin necə qıydı? Dilin necə gəldi? Mən bunu ondan gizlədə bilməzdim. Buna mənim ixtiyarım yoxdur. Əlbəttə, öz doğma balan olsaydı, belə eləməzdin. Sənə nə var, yad uşağıdır da. Canım, bu sözler niye lazımdır? Sonra başa düşərsən. Bu öz qızının qaydına qalacaq. Sənin oğlun bunun nəyinə lazımdır? Bəsdir, yeter! Ortalığa ayrı seçkilik salma! Görərsən. Mən ölü, sən diri. Bundan İsmail'e ana olmayacaq. Yad qızından ana olmayacaq. Dilara, sen onun sözlerinden incime. Arif. Məyər sənin oğlun, əziz balan, mənə yad ola bilərmi? Sen onun sözlerine fikir verme. O kızının vaksız ölümünü indiye kadar unuda bilmiş. O ölende İsmail'in 5 yaşı vardı. Ben Bakıya oxumağa gidenden sonra İsmail tək qalıb, öz başına böyüyüb. İndi ben yenə gedirəm. İsmail burada qalsa, Sən onu özünlə aparsan, 4-cü sinifdə qalacaq. qorxuram senin için çətin olsun Dilara. Çətin? Yox, Arif. İş çətinlikdə deyil. Mən gərək İsmail'in qəlbini ələ alam. Onun məhəbbətini qazanam. Cəmilə səni sevdiyi kimi, İsmail də məni sevməlidir. Əgər o məni sevməsə, mənə ana deməsə, biz səninlə xoşbaxt ailə qura bilmərik. Bəs Arif hanı? Arif hey! Ata, mən də özünlə apardın, nə olar apar da? Yok İsmail, dedim ki evde kalacaksın. Nə olar, mən dərslərimi orada hazırlayacağım, bax, kitablarımı da özümlə aparıram. Sen derslerine ancak evde çalışmalısın. Apar da, nə olar apar da? Ben senin 2 yıl bir sınıfta kalmağına razı olabilmem. Apar, mən dərslərimi orada hazırlayacağım. Ata, ata! Eğer sözüne bakmasa, hiçbir şeyden çekinme. Öz balan gibi tembihler. Arif, biraz tez ol. Gelirim, gelirim. Sağlıkla. Yaxşı yox. Arxayındır. Ata! Ata! Beni de apar! Dad bu yanaların əlindən. Dad. Az danışayaq, o neynəsin? O neynəsin. Yaxşı görüm. İsmail, İstədiyinə çatdın. Yetimin qəlbini qırdın. Balanı atadan ayırdın. Ağlama bala. Ağlama gözümün içi. Sənin də ananı qara torpaq udmasaydı, sən də ağ gün görərdin. Anacan! 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 İsmail. İsmail. Əzizim, axı mən... Bırak! Sen verdin bahşiş, ben lazım der al!
yaxşı uşaqdır. Mehriban, ürəyi təmiz, qoçaq oğlandır. Bax, bu yaxınlarda uşaqlar məktəbdən evə qayıdırlarmış. Birdən bərk külək qopur. Uşaqlar çayı keçəndə dadaşı sel aparır. İsmail özünü itirməyib, cəld çaya atılaraq onu xilas edir. Belədir. Amma neyləyəsən ki, dərslərini yaxşı oxumur. Elə hey axşama kimi ora-bura qaçır. Nənəsi isə heç bilirsiniz bir dəfə müəllimə nə deyib? Deyib ki, uşaq kitaba çox baxsa gözləri ağrıyar. Salam yoldaşlar. Salam, salam. İşlər necədir usta? İçeri hazırdır, bugün de buranı kurtarırıq. Hə? Bax, bu yaxşı. Çox sağ olun. Çok yaxşı insan adamdır. İnsanlığı qalsın bir yana, deyirlər çox yaxşı həkimdir. Buyurun Dilara bacı. Buralar heç yolub təmizlənməyib ki. Xeyr, çatdıra bilmədik Dilara bacı. Solmaz. Su gətir. Su? Bəli, su. Tez olun. Solmaz. Bəli. Uşaqlara çoxdan rəhbərlik edirsən? Bu ilin yazından, pioner dəstə rəhbəri Bakıya gedən gündən. Nə üçün soruşursunuz Dilara bacı? Heç, elə belə. Deməli, həm burada işləyirsən, həm orada. Yaxşı, bəs sizin uşaqlar nə ilə məşğul olurlar? Bizim ayrıca təcrübə sahəmiz var. Biz orada meyvə tərəvəz becəririk. Heç bilirsiniz nə gözəl güllər əkmişik? Solmaz, bura gəl. Nə var Dilara bacı? Solmaz. Apar yaşıl rəngli fırçanı, ver İsmail'a. Tapşır hasarı rəngləsin. Ancaq öz adından de, yaxşı? Baş. Olmaz. Dedim ki yok. Yok, olmaz. Olmaz. Güdranı mənə vermə ördəkliyim. Sən kolların uclarını vur. Olmaz bacı, mən rəngləyəcəm. Dedim ki, sən rəngləməyəcəksən. İsmail rəngləyəcək. Ne deyirəm ki? İndiki deyirsən əylə rəyniyim də. Rənglər. Bax belə. Çok döyürdün, Dakika. dökülersen yol çekmeye. Gideceksen boş tutmadı arzun İsmail. Çok oyalandın, ayılan tezden uyandın. Bəs ne oldu tikintiye gitmedin kaldın. He, gitmedin Sen kaldın. yine başladın. Uşaqlar! İsmail sən atla duruşun! İsmail! Al! Al, bərk dur! Mən sənə dedim mi dilini saxla? Bərk dur İsmail! Dilara xala gəlin! İndirəcək! Dəsti bu saat! Bırak, bu saat bırak! İsmail, Bunların hamısının günahı səndədir. Atam mən tikinti aparmadı. Aparmadı. İndi də Səməd. Görərsən, elə bu gün çıxıb gedəcəyim. İsmail, dəli olma, alnı başına yiyir. Görərsən, bir də evə qayıtmayacağım. İsmail dayan! Hara gedirsən? İsmail! İsmail, qayıt! İsmail! İsmail! Hara gedirsən? İsmail, qayıt!
Cemile! Anacığım! Cemile! İsmail geldi. Yok. Onda kaç dadaştan öğren, gör oraya gelmeyip ki. Tez ol. Narahat olmayın Dilara bacı. O budaqların hər bir cığırına bələddir. Solmaz, əzizim. Uşaqları götür, onu bir de yaxşı-yaxşı axtar. Qəmər xala, bəlkə sən biləsən, İsmail harda ola bilər? İsmail'i sənə tapşırıblar. Cevabını da özün verərsən. Hoş gördük dostum. Oho, İsmail, hoş gelmişsin. Salam. Ne olub yine? Qaşqabağın yerle gedir. Atam beni hiç istəmir. Söz vermişti ki, mən özüyle tikinti yaparsın, aparmadı. Niye? Neden ötürü? Dərslərimdən 2 almışam. Yaxşı qurtarmısan. Belə işlərin üstündə atam həftələrlə üzümə baxmazdı. Bəs necə? Meğer ki seyri? Sen kənd təsərrüfat məktəbini qurtarmasaydın səni Bakıban koyardılar mı? Oğul, ata adamın yüzünü danlar da, ata adam acıqlanar da. Danlanmaq öyey anası olmaktan yaxşıdır. Ben bir de eve qayıtmayacağım, burada kalacağım. Necə? Evdən qaçmaq? Yox, sən çox pis fikrə düşübsən oğul. Oxumaq lazımdır, oxumaq. Ay oğul, sən keçmişin qara günlərini görməbsən. O vaxt məktəb nədir? Bizi heç adam yerini qoymazdılar. Oğul, başını aşağı sal, dərslərinə fikir ver. Oxu. Başa düşdün? Hə, İsmail, gedək. Ha, sen dayı, hoş gelmişsin. Diyesen hayfın gelir. Düzünü desəm, həm hayfım gəlir, həm sevinirəm. Hayfım ona görə gəlir ki, uşaqlıqdan bağışları öyrənmişəm. Onlardan ayrılmaq istəmirəm. Sevinirəm ona görə ki, ay oğul, yol adamı aydınlığa çıxarır. Yol mədəniyyət, dövlət var deməkdir, ay oğul. Eledir senin dayı. Ha Abdül, vakit bitirme. Çalış bu gece her şey öz yerinde olsun. Gece özüm gelip yoklayacağım. Arkaya yoldaş Arif. Könlüm sanması nasıldır, Kerem olup yanasıdır. Könlüm sanması nasıldır, Kerem olup yanasıdır. O körpemin anasıdır. O körpemin anasıdır, öz körpemin anasıdır. Vurulmuşam hoşçağın. Demək bu gün də kəndə getməyəcəksən? Görürsen de Hüseyin dayı. Gündüz gün ışığında, gece de ay ışığında işleyirik. Hiç vaxt tapıp eve de deyebilmirəm. Evə bir baş kəsəydin pis olmazdı. Ne olur ki dayıcan? Dilara yazır ki sağ salamatlıqdır. Dilarə ilə Civanəzən deyir ki, sənə şikayət yazsın. Axı Dilara özü mənə yazır ki... Nə Dilarə? Uşağın evini yıxmısınız, indi də yapışmısınız yazıq Dilarənin yaxasından. Evin başçısı sənsən. Uşağın qayğısına qal.
arzum budur ki, İsmail seni sevsin, seni ana deyip səsləsin, sen de ona mehriban bir ana olasan. Köyden ay bakır layla, gözlerin akır layla. Ne olar bir yol benim, ana de çağır lay lay, ana de çağır lay lay, lay lay. Salam. Ay aleyküm salam. Ay. Ay aleyküm salam. Gözləri necədir? Yaxşıdır qadın alım, Hə? gün nə olsun? Xoş qədəmsən Dilara bacı. Zeynəb bacı. Bax bunu xörək qaşığı ilə gündə 3 dəfə yeməkdən qabaq içərsən. Ömrün uzun olsun Dilara bacı. Yağlı, duzlu şey yemək olmaz. Yaxşı, sağ olun. Sağ ol. Bax, dərman Hə? verdi. Az. Bura gel. O nedir? Dərman. Az bunlardansa biraz sarımsak kötüğünü eşek üstünde kaynat, iç, xırrıp kesilsin. He, yaxşı yadıma düşdü. Biraz da içine kırmızı istiyat töksen, lap yaxşı olar. Bura bax, He, qarı nənə. he, Bu həkimliyi hardan öyrənmisən? elə biz ata-babadan belə adət eləmişik. Kimini küpeyle, kimini çildağ ile, kimini duva, kimini de kan almakla yaxşı eləmişik. Bəsdir qarı nənə. Bura nağıl açmaq yeri Siz deyil. ona fikir vermeyin Dilara bacı. Bu bizim kəndin simsiz teleqrafı Fatma Nisə qardı. Hardansa orada xəbər verər. Növbə kimindir? Mənimdir. Buyurun. Salam kızım. Salam Hüseyin dayı. Arif'ten çoklu salam var. Arif'in yanına gelirsiniz. Necədir, salamatdır mı? Salamat olmağına salamattır. Ha? İş boydan aşıb. Bircə nigarançılığı evdəndir. Sənin keyfi necədir? Şəhər üçün darıxmırsan ki? Heç işdən baş açıram ki, darıxım da. Evdə işlərin necədir? İsmail'lə necə dolanırsan? Yoxsa yenə dərslərinə baxmır, hə? Tərslik eləyir. Sən ürəyini məndən gizlətmə qızım. Mən Arif'i öz qucağımda böyütmüşəm. Nə dərdin varsa aç mənə de. Demək sözünə baxmır, hə? Sözümə baxmasa dərd yarı idi. Onun məni görməyə gözü yoxdur. Darıxma qızım, darıxma. Düzdür o, erköyün böyüyüb. Biraz nadinc uşaqdır. Ancaq mehriban, ürəyi təmiz uşaqdır. Onu düz deyirsiniz, ürəyi təmiz olmağına təmizdir. Ancaq hələ də onun qəlbinə yol tapa bilməmişəm. Darıxma qızım, darıxma, hər şey düzələr. Atalar demişkən, səbr elə, halva bişər, ey qora səndən. Bəsləsən, atlas olar, tut yarpağından. Cücələrim, mənim qəşəng cücələrim, tülkü ipək cücələrim. Aman! Gücləyirəm səsləriniz göçəmədə. Oy, buradasan. Ne qəşəkdir. Lap doğrucu maşına oxşuyur. Doğrucu? Axmaq. Eğer mən də atamın yanında olsaydım, əsl doğrucu maşınlar oradadır. Hayır, koymazlar ki. Bak bunların ucbatından. Odur ya, okuyur. Ora bak da ben. Saçına bir parça çındır bağlayıp özünü taktın. Ama bilmem özünü niye taktın. Şunları palttan ayırabilir. Nokta mobiya değil. Ama özünü taktın. Ya sen niye özünü çəkirsən, hə? Dərslərini bilmirsən, kitab oxumursan, hamını acılıysan, acı lova danışmağı bilirsən, bildin? Sen de korkaksan, sıçandan da yarasıdan da korkursan. Sen de derslerinden 2 alırsan, utan tersiz. Tersiz.
Al gösterərəm. Bilirsən nə var? İsmail! İsmail! Başa düşdün? Hə. İsmail! Gözləyəcəm ha. Arxayın ol. Tez ol, gəl dərslərini hazırla. Bax, dərsiz belə olar, Bu kimindir? Yəni bu İsmail'in işidir. Heç inana bilmirəm. Məyər o bu qədər düşüncəsizdir? Yox, o düşüncəli, ürəyi təmiz uşaqdır. Bəlkə mən onunla həddindən artıq mülayim dolanıram. Ola bilər. Demək mən onunla başqa cür rəftar etməliyəm. İsmail, bilmirsən bu yaylıq kimindir? Bilmirəm. Bu Zeynəb xalanındır. O gün Dadaş bu yaylığa alma tüküb gətirmişdi. Bəlkə yarasanı da o gətirib. Dadaş gətirməyib. Bəs onu kim gətirib? Mən gətirmişəm. Sən? Sən bilə-bilə ki, Cəmilə yarasadan qorxur. Ne üçün bunu eləmişsən? O qorxudan xəstələnə bilərdi, ölə bilərdi. Dilini dinc qoysun. Mənə niyə lağ eləyir? Fərsiz deyil. Nə? Heç utanırsan Cəmilə? Bu nə hərəkətdir? Bəs o mənə niyə qorxaq deyir? İtil gözümün qabağından! Məndən icazəsiz bayıra çıxma! Görmürsən o neynir? Sən də get, otur dərsinlə məşğul ol. Hələ vaxt var, sonra. Sən nə danışırsan? Az qala yay qurtarsın, sən elə bir dəfə də dərsinlə məşğul olmayıbsən. Bura ver, sən bu hərəkətlərinlə məni lap təngə gətirdin. Gəl görüm. Bütün günü oynamaqdan başqa heç bir şey bilmirsən. Bu tapşırığı yazıb qurtarmayınca evdən bayıra çıxma. Cəmaatın uşaqları çöldə çəməndə oynayırlar.
bu insafsız, yayın bu gözəl vaxtında He. uşağı evdə dustaq eləyibdir. Bıraxmır ki, gedib uşaqlarla biraz oynasın. Ay Fatma Nisə, belə də zülm olar. Sən ondan nə olmursan? Ürəyi yanmır, ha? Əlbəttə canı yanmaz. Ürəyi yanadır, ey! Ürəyi yana. Gəlir. Atam geldi! Ah kızım! Bana kavga ederseniz... Nasıl ki gelip çıksın? Ana! Ah İsmail! Ala pay vermeyene akşama pilav pişirsin. Yaxşı, gedek. Hop, hop! Ha, yaxşı, mən siz necə dolanırdınız? Necə dolanacağıq? Darıxırdıq. Atacan, Ha, İsmail! İsmail necə? Derslerle məşğul olur mu? Gedək görüm. Ha? Ha, Hele bir paltarını değiş, el yüzünü yuv. yaxşı. Yamanca yorulmuşam. Elə bilirsən ki, dəftəri mənim əlimdən ne üçün aldığını başa düşmədi. Başa düştün? De görüm niye aldın? Ona görə ki, o dərsləriyle məşğul olmayıb, dəftərdə də heç bir şey yazmayıb. Arif, hiç sen uşaq olmayıbsan. Dilarə, sən nə qədər də... Qəmər xala geldi. Yəni bir keyfdir. Xasiyyətdir də, ne edesin? Arif, bilirsən sensiz necə darıxmışdım. Heç məni demirsən. Canım sənin yanındaydı. Fikirləşirdim ki, görəsən mənsiz İsmail'lə necə dolanırsan. Bu barədə sonra danışarıq. Arif, Bu nədir? O qara bulutdan gözüm su içmir. Gedək. sen gitmek istiyorsan. İstədim, istəmədim getmək lazımdır. Qorxuram mənsiz quruğunu sel yuyub apara. Gedək. Tez ol. Ana hey Allah yar, dalımca gelin! Aşağılar atları kesinleri! Atları! Tez olun! Alınca gelin! Siz bunlar yaparım, ben gedirem dereye! Kaybol başla!
Benim. Kurban Ali'yim. Ne var gecenin bu vaktinde niye koymuşsan bu cemaati yaptın? Hörüşten gelmiş ha. Hekim lazımdır. Bedbahtlı yüz verir. Ne olur? Ayaz yaralanıp, Yok her şey. çok kan itirip sehere çıkacağına ümit yoktur. Ne danışırsan? Ha, Kurban Ali dayı. can bala. Ayak yaralanır. İsmail bala. Ben senin dalınca gelmişim hekim kız. Bilirim, eşidirdim. Bu saat. Ne danışırsın? Böyle bir havada dağa çıkma ola. Axı orada insan həyatı təhlükədədir. Düzdür kızım, düzdür. Orada her kimi bir oğlan ölür. Bu dəqiqə, Tez ol. bu dəqiqə! Tez ol derdin alım, tez ol. Kurban Ali dayı. Sen git yat bala, git yat. İsmail, O ölecek. yox, yox, mənim balam. Gəl bura. Gəl uzan. Uzan. Yum gözünü, yat. Bax belə. Qəmər xala, uşaqlardan müğayyət ol. Sen oraya gidip çıkabilmezsen ahı. Tez ol, başına dönüm, tez gel. Yavaş yavaş. Burada biraz ehtiyatlı ol, nereden alın? Yavaş yavaş. Korkma, gel. Korkma Haşim. Korkma. Çatmışız, gel. Hekim geldi. Hekim geldi Ayaz, sakin ol. Gel Haşim kız. Gel derdin al. Kim mənə kömək edə bilər? Haşim kız. Necedir? Fikir eləməyin. Sizin Ayaz yaşayacaq. Ömrün uzun olsun kızım. Allah seni xoşbəxt. Çox sağ ol əmican. Bu mənim borcumdur. Arzum budur ki, oğlum da senin kimi mərd yüreği açıq olsun. Heç bilmirik xəcalətinə necə. Çox sağ ol, həkim qız. Sağ ol. Ayaz əmi. Haran ağrıyır? Ha? İsmail, sen. Mənəm. Az kala ölmüştüm.
Anam məni ölümdən qurtardı. Kenar gezme yarot fakat gelen var. Kenar gezme yarot fakat gelen var. Asına gel Korkma, sağalacaq. İnsaf eyle mehabbetin unutma. Çok yaxşı oxuyur. İnsaf eyle mehabbetin unutma. Bizden kesme yorgan atına. Ey beni kadar. Ay yeri ay İsmail! 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 Bir dayan da! Niye dinmirsən? Niye danışmırsan? Bilirsən ne var dadaş? He ne var? Bilirsən mi? Ha ne? Sen hiçbir şey başa düşmürsən. Ana, bəs bu tuflinin övrü tayanı? Axtarma qızım, tayını dağda itirmişəm. Hayır, qəşəng tufliydi. Düz deyirsən. Bu mənim ən yaxşı tuflim idi. Benim aziz gül oğlum bülbül oğlum. Benim aziz gül oğlum bülbül oğlum. Ürəyimi sevindir, mənlə danış gül oğlum. Ürəyimi sevindir, mənlə danış gül oğlum. Nə var? İsmail orada dərslərini hazırlayır. Harda? Bak orada o bağda. Yaxşı, mənim qəşəng qızım. Cəmilə, amma heç kimə bir kəlmə də demə, ha? Yaxşı? Yaxşı. Salam Dilara bacı. Salam Solmaz, salam. Ne oldu Dilara bacı? Bugün keyfiniz çok kötü. İsmail dərsləri ilə məşğul olmağa başlayır. Doğrudan onda sizi tebrik etmiyorlar. Təbrik etmək? Düzdür, o məşğul olmağa başlayıb. Axır zamanlar bir qədər mülayimləşib, sakit olur. Bunlar hamısı məni sevindirir. Lakin hələ də mən ona inanıram. Mən onu dünyalar qədər sevirəm. O isə bir dəfə də olsun mənə ana demir. Bir dəfə də. Ne? Ana?
Gör bir nə fikirlərə düşüb. Elə bircə bu qalmışdı. İndi də mənim ürəyimə belə dağ çəkmək istəyirsən? Bəsdir! Yetər! Daha dinmədiyim bəsdir. Sizə hörmətsizlik etməmişəm. Hər şeyə səbr ilə yanaşmışam. Lakin indi sizə deyirəm, mən bu evə ana kimi gəlmişəm. Hə! Nə yoğurdun, nə yapdın? Hazırca şükə tapdın? Anaya bir bax! Bəli, bəli, ana! Arifin oğlu mənim oğlumdur. Mən İsmailı öz doğma balam kimi tərbiyə edəcəyim. O da məni ana deyib çağırmalıdır. Necə? Sən bundakı üzə bir bax! İsmail öz doğma anasını yadından çıxardıb, sən ana deməyəcək. İsmail, oğlum, atana məktub yazmışam. Ancaq bilmirəm kiminlə göndərim. Sən apara bilərsənmi? Mən? Sən, əlbəttə sən. Atam acıqlanmaz. Aferin oğlum, derslerine hazırlaşırsan. Sən harda bilirsən? Al oku. Mən elə bilirdim, o bilmir. Sen gizlin hazırlaşmak əvəzinə anana değildin, o sana kömək edeydi. Amma sen... Ona deseydim o kömək ederdi. Əlbəttə o sənə həmişə kömək edər. O səni sevir, laf ürəkdən sevir. Amma sən inanmırsan, elə neysə fikirləşirsən, nədənsə qorxursan. Ananı da peşman eləyirsən, məni də. Atacağım, Ha. bundan sonra onun sözüne kulak asacağım. Oradan! Aferin oğlum, yaş gedək. Ata! Ata, Göyende ben de yol çeken olacağım. Doğrudan Ha. yaş eləyəcəksən. Bak gör bizim yolumuz hara kadar uzanacak. Tezlikle burada böyle bir qəsəbə yüksəlecek. Dağların sinəsi çil sıra bəzənəcək. Bak orada mis, demir, birçok metal mədənlər işe salınacak. Sen böyüyəndən sonra biz başladığımız bak bu yolu o görünen uca dağların zirvesine kadar çekip aparacaksan oğlum. Ata, gel gideyim baka. Emi, ay Emi, bu yerler neden ötürü deşirsiz ha? Buranı patlatacağız. Paslanacaksınız. Bəli. Ha oğul. Sabah saat 6 tamamda bu gördüğün qayadan bir əsər də qalmayacaq. Ata, o ölmedi kalın bakın. Yok oğlum olmaz. Bu çok korkulu, dehşetli partlayış olacak. Ata ona bak, gör ne qəşəng güllerdi. Yok oğlum, gül değil, it burnu çiçeği. Ha, it burnu çiçeği. Yurdum yuvam, ayaksız kendimiz, ata taban, akışan kendimiz. Güzel olur senden yay kış bahar, güzel olur senden yay kış bahar.
burada okuyursunuz, moruk yığırsınız. Ama orada... Orada. Kayalığı maşınlar dırr, eleyip deşirler. Ölüyorsun deşinlere. Patlatacaklar. Patlatacaklar. He, sabah seher 6'da o sıldırım kaya ele patlayacak ki yerinde hiçbir şey kalmayacak. Dayısın. Niye doğum atanın yanında kalmadın? Getirme. Ege yalan yadına düştü. Yine başladı. Niye geri kalmışsın? Cehnemin bağı açılır. Ver bağlayayım. Tez ol. Bir sen ne var? Koy onlar o yolla gitsinler. Biz bu dereden kese yolla gidip onlardan peş atarız. Gizler bir de onları kabağına atılarız. Gidek. Gidek. He, ne olur korkursan? Yaman sürüşken biri. Korkak. Sürüşkendir. Demek korkursan da. Gidi korkmuram. Yaxşılıq qalma yapış. Yaxşı. Gel. Ver. Hə, sən yaxşı atın var ha. Aycan, Aycan, sakit ol kızım. Sakit ol Cemile. Anacığım. Sakit ol kızım. O getmək istəmirdi. Mən onu apardım. Sende hiçbir günah yoktur İsmail. Cemile büyük kızdır, o gitmeye de bilerdi. Darıxma, darıxma Cemile. Tez sağalacaqmı? Kızdırması yüksek. Anacığım. Eğer səhərə kimi qızdırması düşməsə, vəziyyəti qorxulu olacaq. Yaxşı bala, yaxşı Cemile. Bilirsən, bir cür dərman vardı ki. Nə cür dərman? Qırmızı. Striptası? Yox, ayrı dərman, busa. Az sözə qulaq assaydı deyərdin ki, o qızı qoyun dərsinə salsa, bədənini yumşaldıb mum kimi yaxşı eylər. Ateş o biz deyənə qulaq asar. Hə vallah doğru deyirsən, onun keli odur ki, Filit silindirindir, milit silindiridir, nədir, adamın dili də dönmür. Verəsən elə o uşağın bədənini dəlik-dəlik eləsin. Hə. Nənə! Nənəcan, qışda qara düşəndə sən mənə qırmızı dərman vermişdin ha, yadındadır? Qutarıb bala, Heç bir damcı da yoxdur. hiçbir damcıda qalmayıb qadan alır. O nə, soruşur az. Az o it burnu çiçəyin deyiri. Hə, bildim, it burnu çiçək. Hə də, Qızdırmanın qənibidir. Bıçaq pendiri kəsən kimi kəsir. düzdür. Ancaq indi biz onu hardan alaq? He, o bu yaxınlarda bitən şey deyil ha? Onu gərək gün çıxmamış, səhər tezdən şehli dərəsən. İt burnu, çiçeği. Başını birazcık kaldır, tez ol birazcık. Tez. Aycan, sakit ol Cemile.
Ay dadaş. Ne var? Bu gece vakti niye gelmişsin? Bir kulak az. Ben gerek, başa düşürsen, ben gerek ona it burunlu çiçeği getirem. Gedek beyle kayalığa. Gel olmamışsın ki. Səhər desən, qayığı parçalayacaklar. O vakte kadar gidip kaytarım. Bu ne sestir? Orada kimdi pıçıldaşan? Bütün günü danışıp doymayıblar. Hə, gedirsən? Demek getmirsən. Belə de yoldaşlıq olar, onda ben tek özüm gedeceğim. Gitme İsmail, ona korkuludur. Ancak hiç kese deme ha. Brr, yavaş, Ceylan, gel. Gel. Yok, yok. Cığırları, keçitleri yoklayın. Tez olun, tez olun. Her şey hazırdır uşaqlar. Her şey öz qaydasındadır yoldaş reis. Yaxşı, tez olun kurtarın. Yürü, yavaş yavaş. Ay oğul, sana ne oldu bu gece sehere kadar yatmayıpsın? Ana, can ana. İsmail! Ne olur? Arif'in evi yıkıldı. Ne var? Ne olur? Arif'in evi yıkıldı. Ne oldu bakın? Bize danış. İsmail gitti İsmail. Gizlenme vaktidir yoldaş reis. İsmail! Baba! Neresin? İsmail! Günahın az ondan. Uşağı ölüme gönderen de oldu. Ah ögegen ögegen ah. Ay Fatma Nisa! Evim yıkıldı! Yaxşı, bəstirin görək. Ali, bir otur. Nəbzi getdikcə zəifləyir. Mütləq qan vurmaq lazımdır. Sən bunun yanında otur, mən bu saat gəlirəm.
Aç. Aç gözlerini. Aç. Benim əziz oğlum. Ayıl. Benim mehriban balam. Aç. Aç gözlerini. Benim əziz oğlum. Ayıl. Benim mehriban balam. İsmail! Sen yaşayacaksan. Benden ayrılmayacaksan. Ana! Anacan! Can ana.